adlı bahar müjdəli Ot çərşənbəsində xoş gördük hər birinizi. Bugünkü təbdirimiz varlığın ən qiymətli gövhəri olan, nəfəsi ocaqlarımıza sevgi, hərarət, qayğı gətirən analara, qadınlar gününə həsr olunur. Kimin ağrıyır canı, bol çay içsin mercanı. Min bir derdin dermanı, çay çay çay. Min bir derdin dermanı, çay çay çay. Armudu istekanda çay, yüreğimiz yananda çay. Dağlısan ağlısan çay çay çay. Ətirlisən dağlısan çay çay çay. Hər kəsə gəlsə qonaq, lazım deyil soruşmaq. Versin yeməkdən qabaq çay çay çay. Versin Nabatın oğlu qoğalı ləbi-ləbi, gəl bəzəyək süfrələri el-nəbi. Üstə nabatın oğlu qoğalı ləbi-ləbi, gəl bəzəyək süfrələri el-nəbi. Nuş olsun, hamınıza nuş olsun hey, hoş olsun, əhvalınız hoş olsun hey. Nuş olsun, hamınıza nuş olsun hey, hoş olsun, əhvalınız hoş olsun hey. Hey, saf diləklər, hoş arzular, bir-birinə qovuşsunlar. Saf diləklər, hoş arzular, bir-birinə qovuşsunlar. Ay qızlar, ponçalardan pay verin qonalara. Ay qızlar, ponçalardan pay verin qonalara. Rəqs edin, əl çalın, mahnılara hay verin. Rəqs edin, əl çalın, mahnılara hay verin, hay verin, hay verin. Nuş olsun, hamınıza nuş olsun hey, hoş olsun, əhvalınız hoş olsun hey. Nuş olsun, hamınıza nuş olsun hey, hoş olsun, əhvalınız hoş olsun hey. Hey, saf diləklər, hoş arzular, bir-birinə qovuşsunlar. Saf diləklər, hoş arzular, bir-birinə qovuşsunlar. Onun həyatı sevgidən, duyğudan, dözümdən, səbirdən, fədakarlıqdan yaranıb. Onun qəlbi dəniz kimi fırtınalı, ümman kimi dərin, bulut kimi dolu olur. Daim nəvazişə, qayğıya ehtiyacı olduğu halda təsəlli verir. Kədərini gizlədir, sevincini bizlərlə bölür qadın. Değittin sen beni yana yana, gözümün nuru yanıma. Elə ki balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar. Mahnı da oxuyur, şeir də deyir. Bəstəkar analar, şair analar. Dözür hər əzaba o bilə-bilə. Yaşayır sirrini salmadan dilə. Vaxt olub qaldırıb ağlı belə. Şərbət əvəzinə içir analar. Unudub illərin yorğunluğunu, həyatda dincliyi, evdə yuxunu. Sevincin azını, qəmin çoxunu, yükün ağırını seçir analar. Alnında zamanın açdığı qırış, başına qar tökür qaraləyir qış. Odun istisindən aralanmamış, suyun soyuğundan keçir analar. Özüm də bilmirəm Hüseyn niyə, başımın tüstüsü çəkilir göyə. Torpaq da anasız qalmasın deyə, torpağın qoynuna köçür analar. Biri yazmışdır. Qadın elə bir mələkdir ki, uşaqkən bizi qoruyur, gəncliyimizdə xoşbəxtliyimiz üçün çalışır, qocalanda təsəlli verir. Qadın cənnətini ayaqlarının altında yaratdığı Allahın şah əsəridir. O, rəssam üçün İsmət Vüqar tablosu, şairin qəlbindən qələminə süzüləb gələn, onu rüqqətə gətirən mələkdir. Aşiqin nahiləsidir, sevgisidir, eşq müzəmməsidir. Ana, düşməni heyrətə gətirən, fədakar oğulların anasıdır. Mən elə bir sənətkar tanımıram ki, ananı vəsf etməsin. Dahi Nizaminin əsərlərinin həyat dərsini öyrədən qadınlardır. Şirin dönməz iradəsi, ağıllı davranışı ilə, müşabə ağlı, bacarığı, fitnə qətiyyəti, məğrurluğu ilə şahlara örnək oldu. Füzulinin leynisi mənəvi gözəlliyi ilə zamana dərs verdi. Cavid sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə inanırdı. Elçi göndərmiş Fatih İskəndər, Nüşabə sarayı bəzədi artıq, o gələn yollara vurdu yaraşıq. Durdu cərgə-cərgə qadın pəhlivan, əlində sıyırma qılınc və qalxan. Padişahlıq taxtına oturdu xoşal, əlində ətirli gözəl portağal. Əmr etdi, İskəndər elçisi gəlsin hüzura, İskəndər saraya basınca ayaq. Qadında siyasətə bax, vurduğu dövlətə, şan, şövkətə bax. Yunanlı Böyük İskəndər salamlar göndərir sizə, ey sərvər. Deyir ki, nə üçün saymadın məni, saymadın ən uca başlar əyəni. Hörmətcə çox ad, san qazanmış adın, nə üçün məni bəs qarşılamadın? Səndə heç yoxdurmu acı nəzakət? Qan içən qılıncdan qorxmadın nədən? Yoxsa İskəndəri aciz sandın sən? Ey padişah, eşq olsun sənə, elçilik edirsən özün özünə. Məni cahil qadın sanma bu qədər, gəl yalan söyləmə, sənsən İskəndər. Ey şövkətli, böyük hökmran, İskəndər deyiləm, elçiyəm ondan. Mən hara, o Fatih İskəndər hara, o ovçu qartalı, bənzətmə hara. Mənə bax, günəşə palçıqdan vurursan suvaq. Mənə bax gövhər, şahlarla bəzənmiş ipəyi göstər. Qoy görsün ipəkdə öz sürətini, biliksiz bir qadın saymasın məni. Düşmüşəm qərbə toya, İskəndər olduğum olsa aşkar. Bu qadın başıma min oyun açar. Ey böyük İskəndər, bunu tut əlində, diqqətlə bax. Nədir bu İskəndər şəkilli bucaq? Nə üçün oynadım böyle oyunu? Ey şövkətli, uca tacıdar, belə bir zamanda sərx oyun açar. Hörmətim var sənə, qorxma, bunu bil. Bu ev öz evindir, başqa ev deyil. Bu şəkili onun üçün göstərdim ki, sən mənim də şəklimi aydın görəsən. Kişiyə oxşaram, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz. Aslanın dişisi erkəyi olmaz. Qarasıq bulud tək coşduğum zaman, sudan ot saçaram, tüstüdən duman. Şahanə bir süfrə açın, ortaya hər çeşid naz-nemət saçın. Ey böyük hökümran, buyurun əyləşin. Konuşma, tökməyəsən tər. Mən ki kör deyiləm, gözlərim görür. Xonçaya düzülmüş, almaz, yaqutdur. Daşı da yeyərmi ağıllı insan? Bu rəngi təbiət həzm etməz, inan. Öyle bir yemək ver mədəmizdə olsun. Həvəslə ona əl uzatmaq olsun. Mədəyə yol tapmaz bu qatı daşlar.
Tacıdar, eləsə bu yaramaz daşlar üçün bu qədər çalışmaq, vuruşmaq niçin? Çalış bu daşlardan açılsın yollar. Daşı daş üstünə qoymaq nə yarar? Doğru söylərsən, bu daşqaş ilə hər sərraf ancaq daş keçir ələ. O zaman kəsərli olardı sözün. Əvvəl bu daşqaşdan qaçsaydı özün. Xonçada kasalar daşqaşla daşır, bu töhmət daha çox kimə yaraşır? Bununla bərabər diqqət edincə, sözlərin yerlidir, doğrudur məncə. Gülsün diləklər, süfrəyə düzülsün əlvan yeməklər. Ana müqəddəsdir, əzizdir. Həyat ana kəlməsi ilə başlayır, ana kəlməsi ilə bitir. Zəlimxan Yaqub xatirələrində yazır ki, bütün müqəddəslik anadan başlayır. Anamdan uzaq olanda içəridən ona əyil, zikr edəndə onunla söhbət et. Ana sevinəndə Allah sevinir. Quruyur, kəsilir gözdəki yaşlar. Dayanır qırğınlar, kəsir savaşlar. Sevincin önündə əyilir başlar. Ana sevinəndə Allah sevinir. Qanqal çiçək olur, tikan gül olur. Durna qanadından dərd yüngül olur. Dünya bir can olur, bir könül olur. Ana sevinəndə Allah sevinir. Yuyulur tərtəmiz suçlar, günahlar. Çəkilmir tətiklər, atmır silahlar. Sevən könülləri göynətmir ahlar. Ana sevinəndə Allah sevinir. Duyur hər sevilən baxışı göylər. Vurur gözəlliyə naxışı göylər. Vaxtında yağdırır yağışı göylər. Ana sevinəndə Allah sevinir. Bu hissə qəlbimi verib duymuşam. Sevinci gül kimi dərib duymuşam. Neçə yol gözümlə görüb duymuşam. Ana sevinəndə Allah sevinir. Həyat nə nifrətdir, nə kindir, oğlum. Sevgi ən müqəddəs bir dindir, oğlum. Oğulsan ananı sevindir, oğlum. Ana sevinəndə Allah sevinir. Ana səsi haqqın səsi, ana qucağı behiş bağçasıdır. Türk qadını tarixin hər səhifəsində amirəliyi, İsmətin ötkəmliyinin məhək daşıdır. Baxın bu möhtəşəm gözəl hasara. Bu böyük sənətə diz çöksün hamı. Bu məclis, bu bisat, bu el bayramı. Qoy meydan oxusun qəsbkarlara. Ucalsın yurdumuz öz hünəri ilə. Halal zəhməti ilə, alın təri ilə. Qoy azad yaşasın bəxtiyar ellər. Bizim bu ceyranlı turadı çöllər. Qoy bir də yuxusuz qalmasın vətən. Düşmən atlarının ayaq səsindən. Çox mübarək olsun bu bayramınız. Kef çəkib şadlanın, gülün hamınız. Gözəl yurdumuza göz dikənlər var.
Fərhadın qurduğu bu qala, bu dağ köksünü düşmənə sipər tutacaq. Qoy xoşbəxt yaşasın odlar ölkəsi. Burdan kəsilməsin toy, bayram səsi. Səninlə bir eldə xoşbəxt olaq biz. Qara gün görməsin gözəl ölkəmiz. Sənin tədbirindir yaradan bunu. Doğrudan sevirsən ana yurdunu. Xeyr, Fərhadındır bu böyük hünər. Bu dağlar başında duran qələlər onun sənəti ilə yaranmış. Bəli, onun hünəridir, onun əməli. Bəs Fərhad hardadır? Bu saat gələr gözə çox görünməz hər böyük hünər. Çağırın hardasa, çağırın onu. Gəlsin qucaqlayıb onun boynunu. Öpmək istəyirəm üzündən gəlsin. Onun şərəfinə alqış yüksəlsin. Fərhad, igid balam, mənə yaxın gəl. Üzündən mən öpüm, hamıdan əvvəl. Bu böyük sənətin qarşısında mən var ol söyləyirəm sənə ürəkdən. Qurduğun qalalar versin baş-başa, bu dünya durduqca bəxtiyar yaşa. Dünyada yaratmaq borcumdur mənim. Belə dərs vermişdir böyük vətənim. Bir də ilham verir mənə məhəbbət. Onun meyvəsidir bu iş, bu sənət. Mənə çox görməsin qoy onu dövran. Eşqimin yolunu kəsməsin icran. De kimdir? Kimdir sevdiyin sənin? Sevdiyi gözüdür bizim vətənin. Şirinmi? Qızınmı? Özüdür, bəli, o dağlar maralı, ellər gözəli. O mənim qızımdır, halaldır sana. Sizi tapşırıram Azərbaycana. Tacım da, taxtım da qurbandır sizə. Mən alqış deyirəm bu eşqinizə. Ulu hürümüz günəş parlat havada, özün aşiqləri yetir burada. Ulu günəş parlat havada, özün aşiqləri yetir burada. Sağ ol Azər baba, əskik olma sən. Fərhad igidsə də atası sənsən. Hər namuslu oğul, hər namuslu qız, elin balasıdır, elindir yalnız. Gəl oğlum, yaxın gəl biraz, bu dünyaya görmüşək yenə qulaq as. Gözəldir, canlıdır qurduğun hasar, lakin diqqət yetir, bir nöqsanı var. Hər elmi öyrənmək istədikdə sən, çalış ki, hər şeyi kamil biləsən. Doğrudur atacan, nöqsanım nədir? Bu qurduğun hasar bir çəşanədir, lakin ancaq o qalanın zirvəsinə bax. Yassıdır üstünə qar yığılacaq, lakin qılınc belli qurulsa hasar, üstündə toplanmaz nə yağış nə qar. Doğrudur, laxladar yağış bəndləri. Dünya binasını qurandan bəri, öyrənmək dalınca getmişdir bəşər. Sudan dür çıxarmış daşdan da gövhər, lakin öyrənməyi ar bilən bir şəxs, dünyada mərifət qazana bilməz. Doğrudur atacan, sənsən ustadım. Sənin şöhrətindir mənim də adım. Digəlin toplaşıq o çamanzara, ozanlar səs salsın uzaq dağlara. Mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan, övladların adından, oğulların adından. Əyilməz analara əyilmək istəyirəm. Söz qoşmaq istəyirəm ən cavan analara. Ömrünü bizə verib qocalan analara. Bizə laylaları ilə xoş həyat verənlərə, bizə talə bəxş edib bizə ad verənlərə, toyumuzu görəndə min il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə, sevgi dolu mahnılar oxumaq istəyirəm. Nə qədər ki səsim var, oxumaq istəyirəm. Oğulları döyüşdən geri dönməyənləri, fəqət ürəyində ümid sönməyənləri, bir gecədə saçını ağappaq hörənləri, bir gözü ilə ağlayıb, biri ilə gülənləri, keçmiş qanlı davadan hər gün söz salanları, gəlinsiz olanları, nəvəsiz qalanları, övlad məhəbbəti ilə isitmək istəyirəm, ürək hərarəti ilə isitmək istəyirəm. Mən bizim analara həyat səsi deyirəm, bir ümman dərinliyi, dağ zirvəsi deyirəm. Hər əzaba tab edən, hər zəhmətə qatlaşan, torpaq ilə döyüşdə tunclaşan, poladlaşan, qabarlı əlləri ilə bizə şöhrət gətirən, şərəfli ad gətirən, sonsuz hörmət gətirən, o əlləri qızıla mən tutmaq istəyirəm. Onların heykəlini yara ucaltmaq istəyirəm. Mən bizim analara həyat səsi deyirəm. Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm. Azərbaycanın ilk təyyarəçi qadını.
Birinci Dünya Müharibəsi astanasında dünyaya göz açan Leyla Məmmədbəyova. Müharibələri, soyqırımı görmüş cəsur qadın. Cəmi 21 yaşında ilk uçuşunu yerinə yetirən Leyla Bakı Aeroklubunda dərs almışdı. Əzmi, qorxmazlığı, iradəsi sayəsində aviasiya mayoru rütbəsinə kimi yüksəlmişdi Leyla Məmmədbəyova. Peşəkar rəssamlıq təhsili görmüş ilk Azərbaycanlı qadın rəssam, qrafika ustası Maral Rəhmanzadə. Yaratdığı əsərlərdə Azərbaycan qadınının gözəlliyini, zərifliyini, zəhmətsevərliyini vəsf edən Maral xanımın tabloları dünyanın bir çox ölkəsində nümayiş olunub. Fırça ustasının Mənim bacılarım, Bizim qızlar, Azərbaycan qadını keçmişdə və indi, qadınlar müharibə illərində kimi əsrarəngiz palitrası ilə seçilən əsərlərində Azərbaycan qadınının müxtəlif obrazlarını yaradıb. Nigar Şıxlinskaya, ilk Azərbaycanlı şəfqət bacısı, Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli Azərbaycanlı qadın. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilən xeyriyyəçi. Ağlı, biliyi, dünya görüşü ilə görkəmli sərkərdə general Əliağa Şıxlinskinin təkcə həyat yoldaşı yox, həm də həyat dostu olmuşdu müdrik Azərbaycan qadını. Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev kimi sənətkarlarımızdan dərs almış ilk qadın bəstəkarımızdır Ağabacı Rızayeva. Orkestr üçün yazılmış vətənpərvərlik marşı ilə ilk addımlarını atan Ağabacı Rızayeva dahi şair Nəsiminin sözlərinə bəstələnmiş 7 romansın müəllifidir. Musiqi xəzinəmizi uşaq mahnıları ilə zənginləşdirən sənətkarlardan olub ilk qadın bəstəkarımız. Şövkət Məmmədova isə Azərbaycanın ilk peşəkar qadın müğənnisi olub. Opera artisti, teatr xadimi. 20-ci əsrin əvvəllərində böyük cəsarət göstərib, örpəksiz səhnəyə çıxan Şövkət xanım cəmiyyətin əngəllərinə, maneələrə baxmayaraq İtaliyada musiqi təhsili alıb. Azərbaycan opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirərək adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıb. Sevil və Almaz filmlərində baş rollarda çəkilən, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaradan İzzət Orucova. İlk Azərbaycan kino aktrisası. 60-cı, 70-ci illərdə lentə alınan kinolarımızda oynadığı rollarla cəmiyyətin düşüncə tərzini dəyişməyə müvəffəq olan xanım Sevil kimi başından çadırasını atmaqla qadın azadlığının carçısına çevrilib. Təbrik eləyəcəkdim. 7-si martı gözləyirdim. Şəmalə müəllimə bir addım bizdən qabağa düşdü. Həm dünənki o çərşənbəsi münasibəti ilə, həm qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər birinizi təbrik edirəm. Bu, mənim ideyam olmayıbdır. Mənim heç bir şeydən xəbərim olmayıbdır. Şəmalə müəllimə deyib ki, müəllimləri ora dəvət eləyəcəm. Bir neçə yaşlı müəllimi dəvət eləyəcəyik da bizdə deyəm Mehriban müəllimə ilə fikirləşiblər 60 yaşdan o sertifikasiya buraxılmayanlar da 60 plusları dəvət eləyiblər. Bir də şəhid ailələrinin üzvlərini biz hər zaman onlara borcluyuq. Biz ölənə kimi onların borcunu qaytara bilmərik. Biz bu günlərim Azad torpaqda biz qarşıdan 8 mart Novruz bayramı şənliyi gözləyirik. Yəni biz o gözləməyi onların hesabına qazanmışıq. Onların hesabına bu vətənimizdə azad, sərbəst gəzirik. Ona görə ömrü boyu onlara borcluyuq. Elə mən Kəmalə müəllimə də deyib ki, Ceyhun müəllim siz də bir 5-10 dəqiqə iştirak eləyərsiniz. Mən də fikirləşdim ki, yəni bura əli boş gəlməyək. Kişi müəllimlərimizin adından biraz da özüm dəstək olmuşam. Ona görə müəllimlər heç kim inciməsin. Sırf burada 60, yenə deyirəm, plusları nəzərdə tutmuşuq. Amma digər təbriklərimiz 7-sində olacaq. Kollektivi 7-sində 8 mart bayramından əlaqədar geniş şəkildə təbrik eləyəcəyik. İnciməsinlər, onların da zakazlarını vermişik, hamısı hazırdır. Ona görə mən əli boş gəlməməyin xətrəsi üçün belə nəzərdə tutdum. Hər birinizin, bütün qadınların, anaların, bacıların, hər birinizin qarşıdan gələn 8 mart bayramınızı səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Daim üzünüzün gülər olmasını arzu edirəm. Ana gözəl məxluqdur. Onun, ananın qədrini sağlığında bilmək lazımdır. Ona görə mənim kiçik hədiyyəm var sizlərə. Çox böyük.
Təbrik eləyirəm. Təbrik eləyirəm. Təbrik eləyirəm. Təbrik eləyirəm. Təbrik eləyirəm. Təbrik edirəm. Nə olub, görüşürüz. Qonaq verəsən başa. Oruç tutamda, nə qədər də oruç tutamda. Bir dənə quzu görə, kəssə. Çoxdur. Oruç tutan çoxdur. Ha? Siyahı görə bir quzu görə. Kəmalə müəllimə. Kəmalə müəllimə. Kəmalə müəllimə. Kəmalə müəllimə. Yəni bütün müəllimlər əziyyət çəkirəm və Kəmalə müəllimə hərdən biraz xüsusi istedaddan təbrik edirəm. Yəni az da olsa çox hesab edirəm. Qarşıdan gələn Qadınlar Gününüzü təbrik edirəm. Evinizdən ana nəfəsi, qadın hərarəti, sevgisi, cahandan ana mərhəməti əskik olmasın. Hər birinizə gəldiyinizə görə yenə təşəkkür edirəm. Yəni müəllimlər arasında söz-söhbətə səbəb olmasın da. Yəni mən dedim ki, onsuz da orada 10 dənə müəllim otursa belə, Serona belə nəzərdə tutmuşduq. Yəni heç kim inciməsin, Agün müəllimə inciməyin.